tamaşaçılarımız həm də iki mərahimin müsahibəsini izləyəcək. Yaradıcı taleyimin demək olar ki, ən yaralı bir yeridir. İstedadlar qarışdı istedadsızlara. Artıq bu sahəyə gəlmək istəyənlərin seçimi yoxdur. Yalnız bir qapı var və o qapının arxasında səni nələr gözləyirsə, sən ona qane olmalısan. O devirdən də Azərbaycan teatrının demək olar ağır nəticələri başladı. Bugünkü Azərbaycan teatrının durumu sizi qane edir? İstedadsız insana kömək etməklə heç nə əmələ gəlmir, mümkün deyil. Hər hansı bir problemlər mi olmuşdu və bu vəzifədən ayrılma nə üçün baş verdi? Bunlar islahat keçirdilər və məni uzaqlaşdırdılar teatrdan. Bütün bunların fonunda Azərbaycan teatrının gələcəyini necə görürsünüz? Gələcəyimiz çox doğru əllərdə olacaq.